Ahıra kadar. 10 saniye. Salam əziz uşaqlar. Necəsiniz? Siz necədir? Gəl bir görüşək istəyirəm. Əllə görüşürük. Yaxşı, əlini qalıyıq. Əllə. Allah'ım, gür, gür formada, gür. Hoppa, oldu. Hoppa. Profesyonallar hamısı buradadır ki, ha? Profesyonallar əməl döymüyor. Tamam, bize de. Tamamlar, gel, tamamlar. Gel. Yeter. Mustafa ayağımlar mı? Koşulursan inşallah. Sana göre ben ayağımdaydı. Valla yardım için. Yardım ediyor, onu da. Kova kova yardım yerine satabilmez. Ay, kişi adamsın. Sen de kalıpsın. Hamburg'da görüşürüz. Ay, kişi adamsın. Günləri Fəxri, nə gün, nə məşq etdirirsən bunlara? Nədir günləri? Sipariş. Bir defa ulan sipariş işleyirik. Ha? Karşıya gelen yağışlara şahlar yokluyor. Qabağı işte bilirsiniz də, hər biriniz bilirsiniz. Qabaqda, qoy mən uşaqların içində deyəm. Mənim ayaqqabılarım təmizdir, sonra ekranda baxanlar deməsin. Rahat geyinib, çıxardıb girirəm içəri. Qabaqda bilirsiniz, bizim Avropa çempionatı var, sonra nə çempionatımız var? Dünya çempionatı. Dünya çempionatı var, gənclər arasında var, yeni lap uşaq yaşları arasında var, kişilər arasında var. Bütün yaş qruplarında bizim yarışlarımız, demək olar ki, qabaqda yarışlarımız var. Bildiyiniz kimi Dünya Federasiyasının baş katibi də, demək olar ki, Dünya Federasiyasının prezidenti də hər zaman diqqəti bizim Muay Thai komandasının üzərindədir. Çünki onlar bilirlər ki, Muay Thai, Azərbaycan Muay Thai bu günləri çox inkişaf etməkdədir. Çünki Azərbaycan qabaq Muay Thai ancaq döyüş növündə iştirak edirdi. Ancaq bu günləri Fəxməlli Muay Thai bu gün əlavə hansı növdə iştirak edir? Muay Pro var, Muay var, Muay Boran var. Bütün növlərdə iştirak edir. Bu günləri artıq dünyada Azərbaycan məktəbinin tək Muay Thai döyüşü üzrə deyil, onun sənəti üzrə də bu günləri yarışlarımız artıq demək olar ki, davam etməkdədir və sizi bu qabaqdan gələn yarışlarla uğurlar və məşqinizdə sizə çox enerji, bol enerji də nə zaman olur? Düzgün rejimdə yatanda, duranda və bu hallarda düzgün qidalananda insanda bol enerji olur. Əsas axşam yatmaq siz yaş qrupunda insanlara ən tez yatmaqdır. Ən birinci həyata başlayanda ən tez kim yatdısa bir ki həyatda olubdur.